Bir fikir verirsən, Ayazın gözü suludur. Tez, yəni Mən kövrəkdə istəyirəm. Kövrəkdir. Allah haqqı. Mən ümumiyyətlə ağlamağı sevirəm. Mən güclü adamam. Yox, heç özüm də Çox şeylər yaşamışam, Axşam amma vaxtıdır, bilirəm. mən mahnım var ya, peşmanam. Yadınıza düşür o mahnı. Yadımdadır. Sizi inandırım ki, onu bu yaxınlarda mən həyat yoldaşıma dedim ki, sən bilirsən ki, mənim qəlbimin və yaxud da səsimdə olan yanğı və yaxud da nəsə o çətin anlar yaşamışam həyatımda. O mahnıda əks olunub, dedi, hansı mahnıda? Dedim, peşmanam mahnısında. Doğrudur. Bəli. Ağlayan qəlbim, gizli göz yaşlarım. Bəli. Oradakı sonraki misralar, sənsiz yaşadığım günlərimə üsyan etdi. Bu artıq digər bir frazadır, başqa bir mövzudur. Allah rəhmət eləsin Qənirə Paşayevaya, ruhu şad olsun. Möhtəşəm bir əsərdir o. Və o musiqini mənə təqdim eləyəndə Respublikamızın xalq artisti Aygün Səmədzadə. Mən mahnıda birbaşa özümü gördüm, yəni. Və mən mahnını ifa edib bitirəndən sonra bugünkü kimi xatırlayıram, 2008-ci il idi. Həm Qənirə xanım rəhmətli olmasın gəlmişdi studiyaya qulaq asmağa mahnıya və Aygün xanım. İkisi də göz yaşlarını dayandıra bilmədilər. Amma mən qəlbimdə ağladım. Sizə bir şey deyim, mən onu heç vaxt büruzə vermirəm. Mən daxildə ağlayıram.